də hamımıza qrupumuzun adından təşəkkür bildirmək istəyirəm. Əziyyət çəkdiniz, gəldiniz, iştirak elədiniz. Biz özümüz də adminlər olaraq çox şadıq bu gözəl günə, bu tədbirə. Qarşıda gələn yeni il bizdə təbrik edirəm. Bu 2026-cı il hamımıza düşərli olsun. Amin. Ben əlavə eləyərdim əslində. Bir daha Xalid qardaşımız dediği kimi hamımıza təşəkkür edirik ki, sağ olun bu gözəl günlərdə bizləri tək buraxmadınız. Bu hem kollektivin gözəl görüşüdür, hem kollektivin bir aile olduğunu bir sübutdur, faktdır. Hamımız bir yerdə hərəkət edirik, adım atırıq. Bugünkü gündə bizim inkişafımız sizin inkişafınız deməkdir. Sizlərin inkişafı digər vətəndaşlarımızın inkişafı deməkdir. Yəni bu zəncirvari bir prosesdir. Bugün biz Xalid qardaşımızdan götürürük, Xalid qardaş ötürür bizə, bizlər ötürürük sizlərə, sizlər ötürürsünüz digər vətəndaşlarımıza. Hamısı görürsən ki, yolda hərəkət elədiyi təqdirdən hər hansı bir çətinliklə üzləşdiyi variantlarda siz onların adına çatırsınız, kömək edirsiniz. Bu, bugünkü günümüzün, yəni bu məclisin ən önəmli hissələrindən bizim səmimiyyətimizdən irəli gəlir. Yəni görüşlər çox olur da, bugün şükür Allah görüşük hamımız bizlər bir-birimizə etibar edirik, ailəmizlə gəlirik, yoldaşlarımızla gəlirik, məclisdə iştirak edirik. Bu, bizlərin sizə olan səmimi münasibətindən irəli gəlir. Sizin də bizə verdiyiniz qarşılıqlı səmimiyyətdən irəli gəlir. Hamımıza təşəkkür edirik, bir daha çox sağ olun, minnətdarım. Mən bir dəqiqə. Kimin əlavəsi varsa, yerinizdən buyurun. Əsas məsələ bu görüşü təşkil edən Nanolub və Xahiş edirik, alqışlayalım qardaşları. Sağlıqlı oldular. İnşallah ki, davamlı olacaq. Təşkilatçılığı üçün sizə təşəkkür edirik biz. Mən doğrudan da bu qrupda iştirak etməyimə çox şadam. Yəni bəzi elə bir problemlər oldu. Yəni bizim adminlər dərhal kömək elədilər və o problemi həll elədilər. Sağ olsunlar. Və bir dənə məsələ var ki, deyir ki, insan və hətta doğma qardaş yolda tanınır. Mən bugün sizi tanıdım və doğrudan da sevindim. Allah silah verir. Biz artıq Çanqan ailəsiyik. Bəli, özdə böyük bir ailəsi. Gələn il familiyanı qoyacaq sadəcə. Çanqan olacaq. Hər şey üçün təşəkkür edirik. Qardaş sizə, hər şey üçün. Səfərlərimiz çox olsun. Amin, amin. Bəlkə dördümüz də Sizi doğrama ayıb deyil. İçində yağ yoxdur. gözünə düşür. Qardaşlıq olsaydı adminlərə yetişdirərdi. Birdən iyi məsələ indi. Adminlər Normalde stres. İşiniz uğurlu olsun. Yaxşı fikirləşəlim. Teşekkür ederim.